Məsələn, bir nümunə deyim Həzrət Əlidən. Nəsr bəlağədə. İyyaka və təhziyəl əxlaq. Əxlaqını təhziyəl-əxlaq. Səhv oxudum. Təhziyəl-əxlaq. Əxlaqını titrətmə. İfadəyə bax, titrətmə. Hədisdə var da, İzâ bəkəl yetim ihtəzzətil ərş. Yetim ağlayanda ərş titriyir. Sözə bax. Yetim ağlayanda ərş titriyir. Gör nə qədər həssasdır bu din məsələyə. İndi sonra əxlaqını titrətmə. Yəni bir gün belə olma, bir gün belə stabil ol. Titrəməsin əxlaqın. Bax mətndə də. Sonra deyir ki, vəliyəxsunur rəculu lisanə. İnsan dilini qorumalıdır. Fə innə hādəl lisanə cəmuhun bi sahibi. Bu dil sahibinə nisbətdə Dəlisov ata bənzəyir. Bənzətməyə baxın. İndi mən bunu oxumuram, gedirəm, nağıl danışıram cəmaata. Bu, nə qədər problem yaranır bizim cəmiyyətimizdə dildən, bu acı dildən. Yalan danışır, böhtan danışır, nə bilim, kimisə aldadır. Hamısı dillədir də. Bu insan bu dilini kontrola alsa, nəzarət alsa. Yəni, birbaşa praktik məsələlərdir də. Mən axı, mənim savadım çatmır, onu oxuya bilmirəm, emal edə bilmirəm, emal. Alim kimdir? Mətni oxuyur, emal edir, müasir cəmiyyəti düşünür və ona danışır. Ona görə şəxsiyyət amili çox vacibdir burada. Alim amili çox vacibdir burada.